Bugün mən sizlərə qlobal şəbəkəni izah edəcəm. Yadımıza salaq ki, keçən dərs mən sizə kompüter şəbəkələrini izah etdim. Kompüter şəbəkələri dedik ki, iki hissəyə bölünür. Bir qlobal şəbəkə, bir də lokal şəbəkə. Lokal şəbəkənin tərifi necə dedik? Dedik ki, lokal şəbəkəmiz demək az məsafəni əhatə edən şəbəkəmizdə, yəni 1-2 kilometr əhatə edən, qlobal şəbəkəmiz isə uzun məsafəni əhatə edən, yəni uzaq məsafədə yerləşən kompüterləri şəbəkə ilə əhatə edən, birləşdirən bir şəbəkəmizdir. Ümumiyyətlə, qlobal şəbəkəyə nümunə olaraq biz interneti misalı göstərmişdik. Qlobal şəbəkəmizin, baxın, 4 dənə növü var. Gəlin indi şəbəkə operatorundan danışaq. Şəbəkə operatorumuz şəbəkənin normal işini dəstəkləyən şirkət, provider isə bizdə xidməti, yəni internet xidmətini təklif edən şirkətdir. İnternet nədir? İnternet dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir və şəbəkələr şəbəkəsidir. Ümumiyyətlə, ilk kommersiya məqsəddə providerimiz bizim Zeverdə olmuşdu və Azərbaycanda da providerlər, baxın, bunlardır. Bir qismini yazmışam, çalışdığınız qədər bunların adlarını bilməlisiniz. Ümumiyyətlə, internetə girişi təmin edən qurğumuz modem, istifadə olunan texnologiyamız isə Wi-Fi-dir və modemin növlərini burada qeyd etmişəm. İnternetdə olan ünvanlardan gəlin danışaq. Ümumiyyətlə, 3 dənə ünvanımız var ki, IP ünvanıdır, MAC ünvanıdır, DNS ünvanlarıdır. Bunlar internetdə bizə lazım olan, yəni əsas ünvanlarımızdandır. Bunları izah etmək üçün gəlin mən lövhə açım və bu lövhə üzərində sizə izah edeyim. Məsəl üçün, tutaq ki, birinci IP ünvanından başlayaq. IP ünvanı izah edək. Ümumiyyətlə, IP ünvanıdır, MAC ünvanıdır və digər ünvanı mən sizə mərhələlərlə izah edəcəm ki, necə deyərlər, sizə asan olsun. İndi gəlin, dedik birinci IP ünvanı. IP ünvanımız ümumiyyətlə 4 oktetdən, yəni 4 hissədən ibarət olacaq. IP ünvanımız 3 nöqtədən ibarət olmalıdır. IP ünvanımız demək 0 və 255 aralığında ədədlərdən ibarət olmalıdır. Gəlin indi baxaq. Məsəl üçün deyirik 12, 251, 48, 36. Yəni bunlar nöqtələrdir. İndi sizcə bu doğru IP ünvanı olar, yoxsa yanlış? Yəni mən izahını verim. Baxın, bu doğru IP ünvanıdır. Niyə? Çünki dedik ki 4 oktet, bəli, 1, 2, 3, 4. İndi qırmızı ilə nöqtələri işarələyək. 3 dənə nöqtəmiz var. Bəli, və ədədimiz də 0 və 255 aralığında verilib. Bəli, 251 onsuz 255-i keçməyən bir ədədimizdir. Yəni 255 aralığında yerləşən ədədimizdir. Bu demək doğru IP ünvanıdır. Yanlış IP ünvanı nə vaxt olardı? Məsəl üçün deyərdik ki 258 34 46 olsun, burada da 325 tutaq ki. Baxın, həm 258-ə görə, həm də 325-ə görə biz bu doğru IP ünvan deyil. Amma belə baxsaq 4 dənə oktet var, bəli, 3 dənə nöqtəmiz var. Yəni mən o 3 dənə mərhələni niyə yazdım? Siz doğru IP ünvanı tapmaq üçün o 3 mərhələnin 3-ü də ödənməlidir. Yəni 3 mərhələnin əgər biri ödənmirsə, ikisi ödənirsə, o avtomatik səhv IP ünvanımızdır. Bir də IP ünvanımızı yadınızda saxlayın ki, birinci oktetimiz 0 ilə başlaya bilməz. Nə demək istəyirəm? Yəni 1, tutaq ki 25, 36, bir də 40. Belə bir IP ünvanında bu birinci oktetimiz 0 ilə başlaya bilməz. Amma 25, 0, 0, 0. Bu doğru IP ünvanıdır. Və yaxud desək ki 36, 25, 0, 0. Və yaxud burada da hər hansı bir ədədlər, məsəl üçün yazaq 40, nöqtəmiz, 31-imiz, olsun burada nə bilim 42, burada da 0. Yəni sıfırlar bizdə, baxın, 3 oktetdə də ola bilər, 2 oktetdə də ola bilər, 1 oktetdə də ola bilər. Yalnız harda ola bilməz? İlk oktetimizdə, yəni ilk hissəmizdə ola bilməz. Yəni gəlin MAC ünvanını izah edeyim sizə. MAC ünvanımız. MAC ünvanında da yenə də 6 oktetdən ibarət olmalıdır. MAC ünvanımız 5 qoşa nöqtəmiz, 5 tiremiz, 5 də boşluqdan ibarət ola bilər. Üçüncü, rəqəmli ədədlərdən istifadə edəcək. Bir də AF demək aralığında. AF dediyəndə A-mız, B-miz, C-miz, D-miz, Y-miz, bir də F demək hərflərimiz nəzərdə tutulur. Yəni bu hərflərdən istifadə edə bilərik. Dördüncü isə bizim oktetimiz yalnız 2 simvol. Yazıram bura yalnız 2 simvol. Nə 1 simvol, nə də 3 simvol. Yadınızda saxlayın. Yalnız 2 simvoldan ibarət olmalıdır. Yəni bu 4 mərhələnin 4-ü də ödənməlidir ki, biz deyək ki, bu doğru MAC ünvanıdır.
Gəlin buna bir nümunə göstərək ki, doğru mak ünvanlar hansılardır, yanlış mak ünvanlar hansılardır. Dedik 6 oktetdən, gəlin 6 oktetdən ibarət bir demək, baxın, yadınızda saxlayın ki, mak ünvanda yalnız hərflərdən də ibarət ola bilər, yalnız ədədlərdən də ibarət ola bilər. Həm hərflərdən, həm də ki, demək, ədədlərdən də ibarət ola bilər mak ünvanımız. Yəni yalnız ədədlər görən kimi deməyin ki, bu yanlışdır. Xeyr. Doğru mak ünvanımız ola bilər, əgər o 4 mərhələni hamısı ödənirsə. İndi gəlin baxın, məsəl üçün necə yazaq? Məsəl üçün 12 qoşa nöqtəmiz 36 sonra bir dənə hərf yazaq. Məsəl üçün bu hərfi yazaq. Aha. Baxın, bu bizdə doğru mak ünvandır. Niyə doğru mak ünvandır? Baxın, ədədlərdən istifadə etmişik. Yəni sonra hərflərdən istifadə etmişik. Bəli, AF aralığında. Baxın, D AF aralığına daxildir, Y AF aralığına daxildir. Məsəl üçün burada rəqəmimiz bizim hərfin sonunda ola bilər. Məsəl üçün belə də ola bilər, belə də ola bilər. Yəni fərqi yoxdur. Bu da bizdə doğru mak ünvandır. İndi gəlin yanlış mak ünvana baxaq. Yanlış mak ünvan, yəni 6 oktetdən olmayan və yaxud 5 qoşa nöqtə. İndi dedik ki, biz IP ünvan nöqtədən ibarət olmalıdır, düz deyil. Amma mak ünvana dedik ki, 5 dənə qoşa nöqtəmiz, tiremiz, bir də boşluğumuz olmalıdır. Yəni siz əgər deyər ki, mak ünvanı seçin, orada nöqtə görsəz avtomatik silin. Yəni istəyir 6 oktet olsun, istəyir yəni 5 dənə nöqtə olsun, o səhvdir. Nöqtə yalnız IP ünvana aiddir. Mak ünvana yalnız bunlar aiddir. Yaxşımı? İndi gəlin, baxın burada da onsuz demək, doğru mak ünvanları, yanlış mak ünvanlar. Gəlin burada ilə yanlış mak ünvanları izah edeyim sizə. Baxın, bu 1, 2, 3, 4, 5, 6. 6 oktetdir, bəli. 5 dənə də tiremiz var. 2 mərhələmiz ödəndi. Sonra nə dedik? Dedik ki, hərflər ola bilər, ədədlər ola bilər. 3-cü mərhələmiz də ödəndi. 4-cü mərhələmiz nə idi? Yazmışdım ki, yalnız 2 simvol. Baxın, 3 simvol, yəni 213 neçə simvoldan ibarətdir? 3 simvoldan ibarətdir. Əgər bu 213-ün yerinə 21 və yaxud 13 olsaydı ayrı-ayrılıqda, onu götürəcəkdik. Amma bu 213 bizdə demək 3 simvol sayıldığı üçün avtomatik bu yanlış mak ünvanımızdır. Sonra baxaq növbətiyə. Baxın, burada C var. Dedik axı AF aralığında olan hərflərdən istifadə edə bilərik. C axı demək həmin o aralığa daxil deyil. Bunun yerinə K verə bilər, H verə bilər. Bunlar da axı bilirik ki, AF aralığına daxil deyil. Və burada baxaq. Burada görün 1, 2, 3, 4, 5. 5 dənə oktet demirdik axı. Biz neçə dənə oktet deyirdik mak ünvanda? 6 dənə oktet deyirdik. Bu da belə. Baxın, boşluq deyəndə yəni bunu nəzərdə tutur. Baxın, arasında nə qoşu nöqtəmiz yoxdur, nə də tiremiz yoxdur. Yəni boşluq bunu nəzərdə tuturuq. Əgər burada 6 oktet olsaydı düz demək mak ünvanımız sayılacaqdı. Bir də var bizdə yuxarı səviyyəli, birinci səviyyəli dominantlarımız. Bu iyun imtahanda da, aprel imtahanda da düşmüş sualdır. Yəni kommersiya təşkilatlarını bildirən dominantımızdır. Edu təhsildir və digərləri. Məsəl üçün Azərbaycanı bildirir, TR Türkiyəni və digərlərini nə etməlisiniz? Mütləq şəkildə bilməlisiniz. Sonra keçirik internet protokollarımız, internet xidmətlərimiz. Yenə də internet protokollarımıza nələr daxildir, xidmətlərimizə nələr daxildir, hamısını ayrı-ayrılıqda bilməlisiniz ki, soruşa bilər ki, internet protokollarını seçin, gətirib variantlarda verir, məsəl üçün Usenet. Usenet bilməlisiniz ki, internet xidmətinə aiddir, protokola aid deyil. Gəlin, məsəl üçün, bəzilərinin açar sözlərlə verək. Yəni açar sözlərini deyim sizə, yadda saxlayın. Məsəl üçün, baxaq, burada SMTP-dir, POP3-dür, IMAP-dır. Baxın, hamısı elektron postla bağlı olan protokolumuzdur. Biri göndərmədir, biri qəbul edilməsi, biri isə qəbul edir, amma müəyyən şərtlər daxilində. TCP/IP baza protokolumuzdur. HTTP yadınızda saxlayın ki, hipermətindən ötürülmə protokoldur. Bəzən bu HTTP-yə, yəni baxın buna faylların ötürülmə protokolu deyilir. Baxın, faylların ötürülmə protokolu FTP-dir. Yadınızda saxlayın. Sonra burada var internet xidmətləri. Usenet, Telnet bizdə xidmətlərdir, protokol deyil. Usenet görən kimi telekonferans sözünü götürəcəksiniz. Telnet görən zaman isə məsafə sözünü, yəni uzaq məsafə sözünü nə etməlisiniz? Tez açar söz kimi axtarmalısınız. Bunu bilirsiniz necə yadda saxlayın? Telnet.
Baxın, telefon kimi yaddasan. Telefon vasitəsilə biz nə edirik? Uzaq məsafədə olan hər hansı bir şəxsə zəng edib məlumat alırıq. Düz deyil? Yəni məsafə deyəndə, yəni telnet deyəndə avtomatik telefon sözünü yadınızda saxlayın. Telefon da deyən zaman tez nə düşməlidir yadınıza? Məsafə sözü düşməlidir. Sonra FTP həm protokol, həm də ki internet xidmətimizdir. Sonra elektron poçta bizim internet xidmətimizdir. Web səhifə, web sayt nədir? Sonra web server nədir? Hipermedia nədir? Ana səhifə nədir? Hosting nədir? Browser nədir? Wikipedia nədir? Yəni qısacası burada olanların hamısını nə etməlisiniz, bilməlisiniz. Və bir də birinci baxın, iç browser olaraq biz Mozaikdən istifadə etmişik. Yəni ilk browserimiz www, sonra isə Microsoft şirkətinin hazırladığı ilk browserimiz Mozaik olmuşdu. URL ünvan nədir? URL ünvan informasiya internetdə saxlamaq üçün istifadə olunur və URL ünvanımızda mütləq şəkildə ön hissədə protokol gəlməlidir. Protokoldan sonra qoşu nöqtəmiz və slashimizin bu istiqamətdə olduğunu bilməlisiniz. Bəzən slashimizi, yəni qoşu nöqtə qoyulur, slashimizi bu istiqamətdə verir. Olmaz. Slashimiz baxın bu istiqamətdən olmalıdır. Sonra keçdik növbəti hissəmiz. İndi gəlin URL ünvanı izah edeyim sizə. URL ünvanına baxın, dedik ki, ön hissədə protokoldur. Bu protokolumuzun adı nədir? Hipermətn oxuma protokolu. Yəni mətnlərin ötürülmə protokolumuzdur. Baxın, burada da bəzən transferin yerinə verə bilər. Bizdə transmisyon və digər adlar verilə bilər. Yəni burada bilin ki, transferdir. Sonra ən yaxşı belirləyək, yəni belə deyim, yadınızda saxlayın. Əgər sizdən sorsa ki, yuxarı səviyyəli və yaxud birinci səviyyəli domen adı seçin, baxırız ən sonuncuya. Ən sonuncumuz bizdə birinci səviyyəli domen adımızdır. Sonra bu faylımızın adı, bu faylımızın genişlənməsidir. Yəni bu HTML bildirir ki, bizim faylımız demək web səhifədə yaradılmış bir faylımızdır. Kütləvi informasiya vasitələrimiz bu da ki, radio göstərə bilərik, televizor göstərə bilərik, internet xidmətlərimizi, daha doğrusu sosial şəbəkələrimizi nə edə bilərik? Misal göstərə bilərik ki, yəni bizə məlumat verənlərdir. Yəni biz onlardan məlumat ala bilirik. Sonra baxaq internet şəbəkəmiz, Tokendik şəbəkəmiz, FTD şəbəkəmiz, ArcNet şəbəkəmiz. Bunları da qısa olaraq nə etmişəm? Burada təriflərini vermişəm. Sonra keçdik, baxın buradan demək bulut texnologiya. Bulut texnologiyası nədir? Hər hansı bir məlumatımızı biz bilirik ki, bulut texnologiyasında yadda saxlaya bilərik və 4 dənə növü var və burada qeyd etdiyim demək nə hansı saytda dövlət saytlarıdır. Yəni dövlət saytlarının siz domen adlarını, yəni DNS ünvanlarını nə etməlisiniz? Bilməlisiniz ki, ola bilər düşsün ki, doğru DNS ünvanını seçin. İndi siz dövlət saytlarının, rəsmi saytların DNS ünvanı dəqiq bilməlisiniz, tam bilməlisiniz ki, onun doğru və yaxud yanlış olduğunu nə edə biləsiniz? Seçə biləsiniz. İndi gəlin keçək növbəti hissəmiz. Browserlərimiz hansılardır? Cloud, yəni bulut sistemlərimiz hansılardır? Axtarış sistemlərimiz, sosial şəbəkələrimiz hansılardır? Mütləq şəkildə yenə də proqramların adlarını çalışın, öyrənin. Sonra internet axtarış sisteminə aid məsələmiz var. Gəlin baxaq. Belə bir sizə cədvəl verilə bilər. Bu cədvəldə tapmaq üçün Global.org şəbəkəni soruşur. Düsturumuz var. Bir dənə düstur var. Hamısını tətbiq edəcəksiniz. Global.org şəbəkə bərabərdir Global Plus şəbəkə minus Global End şəbəkənin, daha doğrusu global və şəbəkənin endi və bir baxın, hər bir şey verilib, bir yerinə qoyub, yəni adi tənlik kimi riyaziyyatı necə tənlik həll edirsiniz? Adi tənlik kimi nə edəcəksiniz? Həll edəcəksiniz. Bir də burada endlə var, bir də orla axtarış var. Endlə olan zaman az web səhifə tapılır, orla olan zaman isə bizə nəticə çox verilir.